için yanırdı. Hele ondan bilmirdik ki bunu biz bir gün nece hasretine anarız. Dünya hele bizim için ağırdı, min arzun alışırdı, yanırdı. Özümüzü biz hamıdan ağır, özümüzü ne bəxtəvər sanırdı. Məktəb illəri ömrümün en şirin duygu, kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Məktəb illəri ömrümün en şirin duygu, kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzu günleri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi. Gəm güssəmiz, kədərimiz bir damcı, hele onda sevincimiz çok idi. Yazılanı bir silgiyle pozmaktayıq, bizim için ne asandı ne asan. Habersizlik ömrümüze biz hele, talih yazan pozulmayan yazıdan. Dünya hele bizim için ağırdı, min arzuyla alışırdık, yanırdık. Özümüzü biz hamıdan ağır, özümüzü ne bəxtəvər sanırdık. Məktəb illəri ömrümün en şirin duygulu, kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Məktəb illəri ömrümün en şirin duygulu, kaygısız günleri, her anı bir ömre beraber
Əziz uşaqlar, xoş gəlmişsiniz. Bildiyiniz kimi bugün burada Xətai rayonunda 204 saylı məktəbin fəaliyyətinin 20 illik yubileyini qeyd etmək üçün yığışmışıq. Və mən bu tədbirə gələn bütün qonaqları, yəni məzunları nəzərdə tuturam. Ad-bad deyə bilməsəm də, tanıdığım qonaqları ad-bad təqdim edəcəm. Bugün bizim tədbirə şərəf verən çox əziz qonaqlarımız var və mən onları bir-bir təqdim edəcəm və həm öz adımdan, həm sizin adınızdan onlara bir daha xoş gəldin deyirəm. Bugün bizim tədbirimizə rayon icra hakimiyyətinin məsul işçiləri, Rafiq müəllim və Əvəz müəllim, Təhsil Nazirliyinin işçisi, məktəbin məzunu Rəfail müəllim, rayon təhsil şöbəsinin müdürü Mamed müəllim, Bakı Baş Təhsil İdarəsinin öz vəsilə görmədim Sınavxan müəllim, gül mənim ehtimali oldu, çalışmışam, mən həyəcanlıyam. Rayon icra hakimiyyəti başçısının mavini Sınavxan müəllim, Bakı Baş Təhsil İdarəsinin inspektoru Əli müəllim və bu birisi stolda adını tanımadığım orada yenə bizim çox əziz qonaqlarımız var. Və burada 204 saylı məktəbin ən böyük sürpriz oldu ki, biz bu tədbirə hazırlaşanda, çox sağ olsun Mamed müəllim ki, biz bilmirdik ki, bizim məktəbin tarixi haradan başlayıbdır. Yəni 204 saylı məktəb Bakı şəhərində, biz elə bilirdik, elə 81-ci ildə burada məkan tapıb. Amma onun tövsiyəsindən biz öyrəndik və 204-ün əvvəlki məkanından bizim çox əziz qonağımız var. Oranın məzunu, ilk professor, pedaqoq, üzr istəyirəm, Azərbaycan ədəbiyyatı üzrədir mən bildiyimə görə. Rəfiqə xanım Mustafayeva da bugün bizim tədbirin qonağıdır və onun da yenə həmin məktəbin, mən belə bilirəm, institutun işçilərindən, məktəb məzunlarına gəlibdir. Və bu birisi stolda bizim kollektivin çox yaxşı tanıdığı, bu məktəbin açılmasında böyük zəhmət çəkən, bu məktəbin ilk zəhmətini çəkən, məktəbin ilk direktoru Şamil müəllim, rayonun, Xətai rayonunun direktorları və bir də ki, bizim əziz qonaqlarımız 204 saylı məktəbin Xətai rayonundakı məzunlarından bir qrupu bugün bizim tədbirin qonağıdır. Mən bugün bu tədbirə hazırlamaqda bizim kollektiv belə fikirləşdi ki, məktəbin tarixini 20 ildən bir yazmağın özü də yəqin ki, gələcəyə bir töhfə olacaqdır. 20 il məktəb üçün əlbəttə çox az bir zaman kəsiyidir. Lakin biz belə fikirləşdik ki, belə bir tədbir keçirsək, gələcək nəsillərdə, böyük yubileyləri keçiləndə, uzun müddətli yubileyləri keçiləndə bu həmin vaxtda bir töhfə kimi tapıntı olacaqdır. Bu mənada biz bugün bu tədbiri keçirmək qərarına gəlmişik. Mən burada 20 illik fəaliyyət haqqında, əlbəttə mən burada ancaq 5 il rəhbərlik etmişəm. Öyrəndiklərim, sənədlər əsasında, bildiklərim, müəllimlərin verdiyi məlumata əsasən 12 vərəqlik doktorat da hazırlamışam. Lakin mən o qədər həyəcanlıyam, belə fikirləşirəm ki, ancaq yadımda qalanı, bildiyimi deməklə kifayətlənəcəm və yerdə qalan demədiklərimi isə əlbəttə məzunlarımız deyəcək, bu məktəbin tarixini yaşamış insanlar bugün burada iştirak edir, hələ öz xatirəsini deyəndə elə mən demədiklərim tamamlanacaq. Bayaq dediyim kimi biz öyrəndiyimiz məlumata əsasən 1944-46-cı illərdə Bakıda, Sabunçu rayonunda, Balaxanı qəsəbəsində 204 saylı məktəb fəaliyyət tikilibdir və o 76-cı ilə qədər fəaliyyət göstərir. 76-cı ildə çox yaxınlıqda yeni tipli məktəb binası tikilib, 259-da səhv eləmirəmsə və orada yuxarı siniflər ora köçürülüb. O 2 mərtəbəli binaymış, orada bir neçə il, yəni 81-ci ilə qədər də orada ibtidai təhsil verib və ondan sonra 81-də tam fəaliyyəti dayanıb. Həmin vaxt bu Xətai rayonunda, bu məkanda tikilən bu binaya o 204 saylı məktəbin adı verilir. Yəni həmin nömrə bu məktəbə verilirdi. 1981-ci ildə bu məktəb çox kiçik bir kontingentlə fəaliyyətə başlayıb. Yəni o vaxt 25 müəllim olub burada və çox az sinif təşkilindən bu məktəb fəaliyyətə başlayırdı. İllər ötdükcə get-gedə şagirdlərin sıxlığı artıb. Bu isə o deməkdir ki, məktəb valideynlərin və ətrafda nüfuz qazanıb və get-gedə şagirdlərin sıxlığı artıb. Bununla mütənasib olaraq müəllimlərin də sayı artıb və get-gedə böyük kollektiv yaranıb burada. Hətta sıxlıq o qədər artıb ki, Müslüm müəllimin fəaliyyət göstərdiyi dövrdə bütün qabiliyyətlər yarıya bölünüb. 2000-dən artıq burada uşaq oxuyub
ve buna göre bu mektepte bütün kabiliyetler artık yarım kabiliyet ölçüsündedir. Beləliklə, indiki burada əyləşən pedaqoji kollektivin əlbəttə gələcək əməyi nəticəsində məktəb özünə nüfuz qazanmasa, əlbəttə valideynlər o gözlərinin ağı qarası olan evlatlarını bura etibar etməzlər. Bu mənada 20 ildə də mən belə hesab edirəm ki, bu pedaqoji kollektivin müəyyən fəaliyyəti vardır. Mən bugün burada məzunlarımızdan bir neçəsinin elə yerini desəm, bu kollektivin fəaliyyətinin bir daha sübutu olar. Mən üzr istəyirəm, universitetin professoru Yusif müəllim bugün bizim valideynimiz olub, onun evladı bizi fərqlənmə ilə qurtarmışdı və universitetə müvəffəqiyyətlə imtahan veribdi və valideyn kimi o da bugün bizim tədbirə gəldi. Xoş gəlmişsiniz Yusif müəllim.